nəfsi öldürməzlər, nəfsi islah eləyərlər. Nəfs islah olunmaq üçündür. Peyğəmbər hamı ilə onun tutumu qədəri danışırdı. Yeganə insan idi ki, Əli idi ki, öz tutumu qədəri danışırdı. Bir alimdən də eşitdim, deyir ki, Qurana baxmaq elə İmam Zamana baxmaqdır. Çünki o, Quranın bənzəri və ədilidir. Bir nəfər oxuyub Quranı, tərcüməsini, nə təfsirinə baxıb, nə ümumiyyətlə o elmlərdən xəbəri var, oxuyur da Quranda yazılıb da filan şeydir. Cəlaləddin Rumi olsun, Nizami olsun, Füzuli olsun, hansına barmaq uzatsan, baxırsan ki, əsərləri Quran ayəsidir, beytlər Quran ayəsidir. Quran qədasətini gələ əvvəldən qəbul eləsinlər. Adi kitab kimi eləyəndə deyir ki, mən başa düşmədiyim dildə niyə bu romanı oxuyuram ki, misal üçün. Onlar elə baxıraq. Bəli. Başmaqlarını çıxart. İnnəkə Bilvadil müqəddəsi Tuva. Sən müqəddəs Tuva vadisindəsən. Bismillahirrahmanirrahim. Salam, hörmətli izləyicilər. Hər vaxtınız xeyir olsun. Doğru yanaşmaya baxırsınız. Bugün də maraqlı proqramımız olacaq. Təbii ki, belə bir gözəl alimlərlə, söz ustadlarıyla maraqlı da bir veriliş olmalıdır. Qonaqlarımızı əziz ilahiyyatçı alimləri, ruhani alimləri sizə təqdim etmək istəyirəm. Axund Azər Sani, salam deyirəm sizi, xoş gördük. Eykumussalam. Hacı Samir Ağayev, xoş gördük sizi də. Hacı Ramil Bədəlov, sizi də salamlayıram. Hər üçünüzü xoş gördük. Bizim əziz alimlərimiz, ruhanilərimiz. Ötən həftə maraqlı proqramımız oldu. Mən yeri gəlmişkən izləyicilərin nəzərinə çatdırım ki, proqramla bağlı fikirlərinizi, təkliflərinizi yaza bilərsiniz. Veriliş gedə-gedə elə rəylərinizi bildirə bilərsiniz. Hansı bir mövzunu istəsəniz müzakirə olunsun, onu da yaza bilərsiniz. İnşallah doğru yanaşma olacaq alimlərimizin, dəyərli alimlərimizin inşallah təqdimatında. Bugün əql və tədəbbür mövzusunda inşallah danışacaqsınız. Tədəbbür nədir və Quranda tədəbbür necə təsvir olunur? Həzrəti İmam Əli əleyhissalamdan bir hədis var, buyurur, tədəbbürsüz Quran oxumağın faydası yoxdur. Bu hədisin mənasını və əhəmiyyətini necə izah edə bilərsiniz? Axund, sizdən başlayaq. Ya Allah, Bismillahirrahmanirrahim. Əql və tədəbbür. Əql məlum məsələdir ki, adından görsənir ki, iqal sözündəndir, yəni cidar heyvanların ayağına vurulur ki, çox uzağa getməsin. Yəni, insanın əqli nəfsin cidarı olmalıdır. Yəni, nəfsi öldürməzlər, nəfsi islah eləyərlər. Nəfs islah olunmaq üçündür. Nəfsin varlığı labuddur, nəfs olmalıdır. Sadəcə olaraq nə olar, nə olmaz məsələsi. O ki, qaldı tədəbbür, o da dubur bir şeyin arxasına deyərlər. Tədəbbür, yəni bir şeyin arxasını, sonunu fikirləşmək. Yəqin müdaxilə eləyərsiniz də müəyyən yerlərdə. Tədbir tökmək, yəni bir işin sonunu fikirləşmək. Quran oxuyursansa, tədəbbür elə. Ümumiyyətlə biz bilməliyik, dinimiz neçə hissədir? Dinimiz bizim 4 hissədir. Əqaid, yəni əqidə, fiqh, şəriət, yəni əxlaq, irfan. Duraq deyək ki, biz Quran oxuyaq, tədəbbür eləyək fiqhi məsələdə, bizə o ixtiyar verilib, verilməyib.
Təbii ki, onu eləmək olar. Ancaq onun öz yolları var da. Yəni, hər Qur'an oxuyan gəlsin fiqhi məsələlərdə tədəbbür eləsin. Bu biraz düz gəlməyəcək. Onun öz yolları, iştihad yolları var. Yəqin mənlə razılaşarsınız bu məsələdə. Hikmətini bilmək məqsədi ilə. Hə, yox, o bir başqa. Amma ki, məsələn, əxlaqi mövzularda, əqidəvi mövzularda təbii ki, tədəbbür eləmək lazımdır. Ümumiyyətlə, insanların kateqoriyasına görə müraciətlər var. Necə ki, keçən dəfə də mən biləm, bu haqda danışdıq. Ümumi insanlara müraciət var. Ya eyyuhən-nas, ya eyyuhəl-ləzīnə amanu, iman gətirənlərə müraciət var. Ya ulul əlbab, ağıl sahiblərinə. Və bu tədəbbür məsələsində də bəzən deyir ki, niyə ağıllanmırlar? Bəzisində deyir ki, əksər insanlar bilmirlər. Əksərun nas la ya'lemun. Elə deyir. Bəzilərində deyir ki, niyə tədbir tökmürlər? Bəzilərində deyir, əfəla yefqahun. Niyə yaşamırlar bunu? Fəqahət. Bunu yaşamaq. Hiss edirsiniz, bu hissə gedir. Yavaş-yavaş qalxır yuxarı. Əvvəl sənin məlumatın olmalıdır. Ondan sonra buna əməl eləməlisən. Əql nəfsinə eləməlidir. Cidarlamalıdır. Ondan sonra tədbir tökməlisən. Və nəhayətdə onu yaşamalısan. Çünki Qur'an bizi dayanmadan yuxarıya doğru çəkir də. O elə bir kəndirdir ki, bir ucu Allahın əlindədir, bir ucu cəmaatdadır ki, bəli. Və ged-gedə sən yuxarı qalxmalısan. Və bu cür nədə müraciətlər var. Tədbir tökmək. Hələ bir ki, bu əqlin məhsuludur. Mən bayaq bir şey toxundum, fiqhi məsələlərdə tədbir tökmək. İndi bizim bugünkü günümüzün bəlalarından biridir. Bir nəfər oxuyur Qur'anı, tərcüməsini, nə təfsirinə baxıb, nə ümumiyyətlə o elmlərdən xəbəri var, oxuyur da, Quranda yazılıb da filan şey eləyir. Quranda yazılıb, filan şey Quranda yoxdur axı, filan şey yazılıb. Bu fiqhi məsələlər, əgər doğrudan da tədəbbür eləsin, sən biləcəksən ki, bu məsələlərdə kimə müraciət eləmək lazımdır? Mütəxəssisə. Ya, o Quran özü də deyir ki, Peyğəmbərə ki, sən bəyan eləməlisən bu ayələri insanlara. Bəli. Peyğəmbər bəyan eləyir demək, ayədə açıq, aşkar hər şey yazılmayıb. Əslində var, ayənin altında var. Amma ayənin altındakı mənanı mütəxəssis bilməlidir. Hələ doğrudan da əql səni həmən o qapıya aparır, mütəxəssisin qapısına aparır. Getməlisən ora. Və o da qapılar qoyub, ki, filan yerə müraciət elə, filan yerə müraciət elə, hər işin öz mütəxəssisinə müraciət elə. Yoxsa ki, mən Seyyid Əzmallah rəhmət olsun, belə bir beyti var, deyir, ixtilaf-i rəy ilə hər kimsə bir məna verir. İxtilaf-i rəy ilə hər kimsə bir məna verir. Ləfz sözü bir ləfzüdür, amma ki, məna müxtəlif. Və də tarixdə ələllahilər olub da, əleyhissalamı, Allah bilənlər olub. Ki, Allahın yeryüzündə təzahürü, əslində təzahürüdür, deyir, özüdür. Niyə? İstinadı da budur ki, İnnəlləhə və mələikətəhü yusallunə alən-nəbi. Allah və onun mələkləri neynədilər? Peyğəmbərə salam verdilər, təslim oldular, filan oldular. Birinci Peyğəmbərliyini kim qəbul edib yer üzərində? Əleyhissalam. Yəni, dolayısı yolundan bu buradan bunu çıxartır. Özünə görə də bir məntiqi var. Ancaq ki, batil əqidədir. Ona görə tədbir tökmək kimi var, bunu gərək ağıl sahibləri eləsinlər. Gərək düzgün ağlın olsun ki, düzgün təhlil eləyəsən. Sözü düzgün də təhlil eləyəndə istər-istəməz o yol səni aparır Əhl-i Beytin qapısına. Tədbir tökmək, bu da niyə görə? Bunlar hədislər oxuyursan ki, Əhl-i Beytdən filan kəs deyir ki,
Məsəl üçün, tutalım da la ilahə illallah, mənim Allah deyir ki, möhkəm qalamdır, hasarımdır. Kim oraya girsə amandadır. Sonra axırda bir dənə söz deyir ki, mən o şərtlərdənəm. Bunların şərti var. Niyə bu mənəmlik nə idi? Bu mənəmlik yox. Bizə tədbir tökməyə imkan verir. Ki, fikirləşginən ki, sən o qapıya girmək üçün yollar qoyub da. Ənə Mədinətül elm və Aliyyun Baba. Ali onun qapısıdır. Niyə bunu deyir? Sənə mütəxəssisin qapısını göstərir. Ki, sən özünü sındıra biləsən. Bəzi adamlar deyir, Peyğəmbər bəs eləyir də, ondan sonrası ixtilafdır başdan ayağa. Biri deyir filan kəsdir, biri deyir filan kəsdir. Yox, ixtilafdan getmir söhbət. Düzgün qapıdan gedir söhbət. O sənə qapını göstərir ki, sən özünü sındıra biləsən o qapını döyməyə. Həmən qapını döyürsən, məsələn, adam var, Allahı qəbul eləyir, Peyğəmbər üçün biraz tərəddüd eləyir də, o da mənə kimi adamdır. Allah Teala deyir ki, yox, o mənim nümayəndəmdir. İblisə deyir, ona səcdə elə, sındırır onu. Yaxşı mənada sındırır, çünki sınmasan uzalmayacaqsan. Yüksəlmək istəyirsən, üftadəlik şuar et, Füzuli deyir. Neynə, hacı? Yüksəlmək istəyirsən, üftadəlik şuar et, aşağı düşməyi başar. Ki, düşmədən ayağa, qalxmadı başa badə. Vaxtın ayaq altında tapdalandı üzüm, ondan sonra badə başa qalxdı. Sınmasan uzalmayacaqsan. Allah Teala dünyanı elə yaradıb ki, cəmadat, nəbatat, heyvanat. Cəmadat özünü fəda eləyir, çevrilir nəbatata. Toxum özünü düzəltir, çürüdür, özünü fəda eləyir, çevrilir bir pillə yuxarıya, nəbatata, bitkiyə. Bitki özünü fəda eləyir canlıya, heyvan məsəlsin, qoyun yeyir, çevrilir bir pillə qalxır yuxarı. Bu qanundur da. İnsan mənən ucalmağı üçün mənəvi uca məqamda olan insanları qəbul etməlidir. Vəli kimi qəbul etməlidir. Ağa kimi qəbul etməlidir. Görürsən, Allah Teala bəşəriyyəti yaradan kimi Adəmi yaratdı, dedi onlara ki, səcdə eləyin. Ki, bu cür sınmasan, həqiqəti gedib tapa bilməyəcəksən. Allahı qəbul eləyir, adam var, Peyğəmbəri qəbul eləmir. Yaxşı, Peyğəmbəri qəbul eləyən var, onun canişinini qəbul eləmir. Daha o yox da, üzünə dedilər Peyğəmbərin qədrxunda. Bəli. Sən nə deyirsən, biz elədik də, daha həmin oğlunun daha bizə dünənki uşaqdır, filan dedilər də bunu. Halbuki Allah Teala bu məsələdə Peyğəmbərə deyir ki, biz səni qoruyarıq. Başqa şeylərdə demir, bütü sındırır, nə bilim, Kəbə evini filan eləyir, bu işlərdə demir. Amma sonuncu məsələdə burada artıq, burada insan psixologiyasının o içəridə olan təkəbbürün baş qaldırması var da. Bu kiçikdir bizdə yaşsan, sən necə bizə vəli qoyubsan, bunu gedirsən. Bu cür nə hisslər baş qaldırdı, amma Peyğəmbərdir deyə onu örtbasdır elədilər. Əslində onu örtbasdır eləməməliydilər. Onu təmizləməliydilər. Sondan sonra həmən örtbasdır elədikləri cücərli başqa şeylər, nəticələr oldu. İnsan düzgün tədbir tökəndə, baxırsan, görürsən, onun üçün də əql şərtdir. Yəni, deməyim odur, etap-etap. Əql şərtdir ki, o tədbiri düzgün tökəsən, düzgün tədbir tökəsən ki, düz nəticə olsun. Və bu işlərdə də Allah Teala azad buraxıb insanları, heç nəyə məcbur eləmir. Qattabəyyənə rüşdü minəl-qayy. Bəyan eləmişik, rüşdü də, qayyi də. Hansını istəyirsən, onu seçkinən. Seçimin üçün cavab verəcəksən. Nəyə əsasən bunu seçdin? Səbəb nə idi bunu seçməkdə? Və bu tədbir ki, düzgün olanda, əqlə istinadən olanda və Allah qabağında da açıqlama verəcəyim bir şey var da ki, mən buna görə eləmişəm. Sən ki, ədalətlisən, mən bunu həqiqət bilmişəm. Mən düz bunu bilmişəm.
Bir başqa alternativ variant gətirib mənə göstərsəydilər, bəlkə bu da var və mən bunları tərəziyə qoysaydım, fərq etmiş ağırdan yüngül, Füzuli demiş, ağırdan yüngül fərq eləsəydim, mən əlbəttə ki, ağır seçərdim. Ancaq gəl oturaq, o əyri oturaq, düz danışaq, düzgün baxaq hadisələrə. Axı, biz deyən varianta alternativ daha ağla batan ikinci variant gəlmir də. Gəlsə, hə, qəbul eləyək də, burada nə var ki? Məntiqli şəkildə. Hə, yoxsa sən götür günən Qur'anı ki, Qur'an bizə bəsdir, bu belə deyir, elə deyir. Qur'anın yarısını qəbul eləyirsən, yarısını qəbul eləmirsən. Belə çıxırdı onda. Düzgün tədbir tökmək lazımdır. Və bu bizim dinimizin əsas qayəsidir. Üzr istəyirəm, mən biraz ola bilər, çox danışdım. Yəni Yaxşıdır. Gözəl. Hacı Samir, sizin nə sözünüz var bu mövzuda? Sizə eşidək. Buyurun. Bismillahirrahmanirrahim. Axuna təşəkkür edirəm. Geniş şəkildə məsələyə yanaşdı. Bu ümumiyyətlə geniş mövzudur və həm də çox düşündürücü mövzudur. Əql və tədəbbür. Əql bir vasitədir ki, insanın tədəbbürə, təfəkkürə aparır. Ağıl olmayan yerdə nə təfəkkür var, nə də tədəbbür. Ona görə ağıl bir işıqdır, çıraqdır, işıqlandırır və biz də düzgün yol seçə bilirik. Ağıl o mənadadır, çıraqdır. Amma təbii ki, bu ağıldan düzgün şəkildə istifadə edib, xüsusilə Quran mövzusunda onun ayələri barəsində düşünmək, təfəkkür etmək vacibdir və həm də insan düşünməlidir ki, Qurani Kərim bizim üçün gəlib ki, həyat yoludur, bu bizim yaşayış tərzimizi müəyyən edib düzgün şəkildə. Bunu düşünməlidir və bundan əlavə Qurani Kərim özü də Quranın gəlişinin səbəblərini açıqlayarkən biri də bu tədəbbür məsələsinə toxunur. Buyurur ki, ayəni buradan istəyirəm oxuyum. Kitabun ənzəlnahu iləykə mübarakun liyəddəbbəru əyatihi və liyətəzəkkərə ulul əlbab. Biz bu kitabı, bu mübarək kitabı ona görə nazil etmişik ki, onun ayələri barəsində tədəbbür olunsun və ağıl sahibləri də ibrət alsın. Deməli, tədəbbür olmadan heç vaxt ibrət almaq qeyri-mümkündür. Sanki, məsələn, Quran ibrət nədən alırıq? Biz ibrət hadisələrdən ibrət alırıq da, tarixi hadisələrdən. Quran-ı Kərim mövzularından biri də tarixdir. Yəni, həqiqətləri tarixi kontekstdə insanlara çatdırmağa çalışır. Bəzən də, məsələn, hadisənin özü əsas deyil, həm də hadisənin o daşıdığı o mesaj ki var, bizə ötürmək istədiyi mesaj ki var, o əsasdır. Tarixdən nə üçün danışılır? Tarixdən danışılır ki, biz təhlil eləyək, bir xalqın inkişaf etməsinin səbəbləri nə olub, dala qalmasının səbəbləri nə olub və indiki dövrdə biz bu hadisələrin arasındayıq. Biz necə inkişaf edə bilərik və hansı işləri, hansı tədbirləri görsək inkişafa, tərəqqiyə səbəb olacaq, hansı işləri görsək, deməli, geriləyərik. Bunlar tədəbbürün növləridir. Yəni, tarix ona görə danışılır ki, insan gərək tədəbbür etsin, o barədə düşünsün. Tədəbbür də Axunun söylədiyi kimi bir şeyin arxasına düşməkdir. Yəni, təfəkkür də Quran-ı Kərimdə var, təfəkkür əhli, düşünmək. O da mühüm mövzudur. İnsan təfəkkür eləyir, amma təfəkkürün tədəbbürdən bir fərqi də budur ki, təfəkkür yalnız zehində, ağılda olur, insan təhlil eləyir. Orada da saxlayır. Amma onun arxasınca düşmək və onu həyata keçirmək isə bu artıq tətbiq etmək, bəli, bu artıq tədəbbürdür. Məsələn, Quran-ı Kərim buyurur ki, bizə, yəni Quran-ı Kərim həm də bunu bizə tətbiq elətdirir də. Necə? Məsələn, vacibi səcdə ayələri var da Quranda. 15 dənə səcdə ayələri var, 4-ü vacibdir. Yəni, o ayələr oxuyandan sonra saxlamalıyıq qiraəti, dərhal səcdə etməliyik. Bu tədəbbürün bir növüdür. Yəni, Quran-ı Kərim buyurur ki, mənim bütün ayələrimi əslində oxuyan kimi ardınca düş, Allah nə istəyir və səni harada görmək istəyir, özü çalış orada ol. Ona görə deyir ki, səcdə ayələrini, vacibi səcdə ayələrini oxuyan kimi dərhal səcdə eləyin insan. Bu tədəbbürün növlərindən biridir. Səhabələrdən bəziləri deyir ki,
bəzi surələr var idi ki, onu oxuyurdıq, bir ayə oxuduq. Onu həyata keçirməmiş ikinci ayəni oxutdurmurdu bizə Peyğəmbər. Ki, onu uzun çəkirdi. Bəzi bir ayət məsələləri. Öyrənmə məsələsində o çox gözəl mövzuya gətirdiniz. Öyrənmə mövzusunda bir qayda da bu idi. Peyğəmbər gəlib məsələn 10 ayə öyrədirdi. Deyirdi ki, gedin bunu həm tətbiq eləyin, yaşayın bu 10 ayə ilə. Sonra gələrsiniz yenidən 10 ayə. Bəzilərinə bir surə öyrədirdi, bəzilərinə 2, amma bəzilərinə də ən azı 10 ayə. Bəzilərinə də tutumu qədər. Bəzilərinə bir ayə oxuyanda deyib kifayətdir. Yəni, gedib, hadi buyurun. Allah razı olsun. Buyurun Hacı Ramil. Axund bir sözdən hər kəsin öz tutumu qədər. Yadıma Molla Sadran bir fikir düşdü. Deyirdi, Peyğəmbər hamı ilə onun tutumu qədəri danışırdı. Yeganə insan idi ki, əli idi ki, öz tutumu qədəri danışırdı. Çünki öz nəfsi ilə, öz canı ilə. Mən görəni sən də görürsən, mən eşidəni sən də eşidirsən, ona görə. Əslində, sözün əsl mənasında iki dənə gözəl bir yerə yetişmişik. Axundun dediyi tədəbbür mövzusu, yəni bir işin aqibətini fikirləşməyə çox maraqlı məqamdır. Doğrudan da insanlar bəzi vaxtlar bir işin axırı nə qədər düşünür ki, elə addım atır nə olur, olar bəzi vaxtlar belə baxır məsələn. Sonra da bir mənası da praktikaya tətbiq. Mən bir dənə təfsir oxumuşam, oradan bir dənə çıxarış eləmək istəyirəm. Bunlara ziddiyyəti yoxdur, bunlarla birlikdə daha da elə bilirəm məna tapar. Bir təfsirlərdən birində çıxdı qabağıma, tədəbbürü belə bir izah verdi. Deyirdi ki, biri digərinin arxasıca ayələrə baxmaq, yəni bir ayəyə baxmaq. Bu ayəni 10 ayə, o birisi ayə, o bir ayə, belə bax bunlara kompleks. Gözəldir. Buradan çıxart nəticəni. Sən yoxsa tutmuşsan bir dənə yerdən Allah deyir ki, çünki ayələr hələ doğrudan da elədir ki, o puzzle kimi gərək o ayəni gətirib bura qoyasan, bunu ora qoyasan ki, o istədiyi alasan. Və belə də sizin sözünüzə qüvvət. Quranda bir ayədir. Allahu nəzzələl hədis, bu kitabı nazil etdi. Mütəşabihən və məsani. Məsani kəlməsini izah verirdi müəllif. Deyirdi ki, mütəşabih burada o mütəşabih deyil. Quranda iki cür mütəşabih yeri gəlmişkən. Bir mütəşabih, yəni möhkəmin müqabilində işləyən mütəşabih deyir. Möhkəm anadır, mütəşabih baladır, qayıdır. Bir dənə də mütəşabih budur ki, ayələr bir-birinə oxşayır, yəni bir-birini tamamlayır. Məsani də budur. İsnayn kəlməsi var ələmdə, ikilik. Deyirdi ki, məsani budur ki, bu ikilik bir digərini tamamlayır da. Elə bil, bu buna uyğunlaşıb uyuşur. Zahirdə baxırsan, eyni mövzudur. Bir də Adəm əleyhissalamın o cənnətdəki məsələsini neçə yerdə deyir, amma fərqli yerlərdən baxıb deyir. Əhsən. O da məsələ. Bəli, düzdür. Və bir yerdə də ayədə də buyurur ki, əfələ yətədəbbərunəl Qur'an. Qur'ana deyib bir də müraciət elə söz, gözəsöz ki, وَلَوْ كَانَ مِنْ اِنْدِ غَيْرِ اللّٰهِ لَوَجَدُ ف۪يهِ اِخْتِلَافًا كَسِيرًا. Əgər bu Qur'anla deyirsiniz, tədəbbür elə söz, düşünsüz, görəcəksiniz ki, bu Qur'an oradan gəlib, ondan gəlib. Min indi qeyrillah gəlməyib, Allahdan gəlib. Min indi qeyrillah olsaydı ixtilafən kəsira olar, çoxlu ixtilaflar olardı. Ağıl bizən buradan nəticə çıxartmışdım bir dəfə öz-özümə, acızda. Harada ki, indi Allah yoxdur, orada ixtilaf çoxdur da, yəni aləm deyib bir-birinə. Əlbəttə, ixtilaf bu birisi mənada ixtilaf ümməti rəhmə, elə ixtilaf elmi mübahisə, diskusiyası super, gözəl olsun da. İxtilafı hətta bir müəllif belə izah verir. Deyirdi ki, ixtilafın bir mənası da budur ki, Allah Teala buyurur ki, İnnə fi xalqis səmavati vəl-ərdi və ixtilafil leyli vən-nəhar da ayət. Deyirdi ki, gecənin gündüzün yaranmasında və gecənin gedib gündüzün gəlməsində ayələr var. Deyirdi, ixtilaf burada birin gedib o birisinin gəlişidir. Deyirdi ki, ayədə ki, hədisdə ki, gəlib, ümmətimin ixtilafı, deyirdi, bu bir dənə də mənası budur ki, biri olmayanda o biri onun yerini doldura bilsin. O biri onu tamamlaya bilsin. Bu gedəndə, bu gəlsin o yerə. Bu bir-birini belə tamamlasın. Yox, deyir, o tədəbbür eləsən, biləcəksən ki, gələn ondandır. Bu Yasin surəsinin əvvəlində də var, vəl-Qur'anil həkim, innəkə ləminəl mursəlin. Yəni, Qur'anı Kərim də deyə bilərdi, Məcid də deyə bilərdi, yox. Məhsə həkim deyir, yəni Qur'anın hikmətinə baxsan, hər kəs biləcək ki, innəkə ləminəl mursəlin, sən mürsəllərdə göndərilmişlərdənsən. Yəni, özündən demirsən bunu,
risalət daşıyırsan, ondan alıb deyirsən. Çünki Allah elə dəlili and içib orada deyir. Nəinki məsələn biz fiqdə bir qayda var, axı bir müddəi var, bir inkar eləyən var. O tərəf deyir, bəzi vaxt ilişəndə and içir, amma belə deyək də dəlilin müqabilində and gəlir. Amma burada deyir Quranın andlarında Quranın andı dəlilərlə anddır. Allah elə and olsun Qurana. Ona da and içir ki, azı demişkən də baxsan hikməti görürsən bu insan bəşərin sözü dördü oradan gəlib də kəlmələr. Həm də peyğəmbərliyin bir sənədidir də. Elə və sənədin özünə and içməklə həm də peyğəmbərlik sübut olunur ki, Quranın həqiqətini başa düşən insan peyğəmbərin də peyğəmbərliyini dərhal anlayır ki, bu qabaq adama qəribə gəlirdi acı. Məsəl üçün deyirlər ki, tutalım neçə dənə nur kəlməsi varsa, o qədər də zülmət kəlməsi var. Nə qədər tutalım yaxşı varsa, o qədər pis var. Quranda bu cür simmetriya. Bəzi sözlər var ki, onun təzadı yoxdur, əks tərəfi. Məsələn, qəlb sözünün antonimi yoxdur. Orada əbcəd hesabı ilə 132-dir, 132 dəfə işlənilir. Bunlar nə üçün idi? Ki, müdaxilə olmasın deyə. Qurana müdaxilə olsa, o simmetriya pozulacaq. Və Quranın əzbərlənməyi tövsiyə olunur, rahat olsun deyə qafiyələrləndir. Ki, qafiyələrlə olanda, bəhirdə olanda, məktəbdə də şeiri deyirlər əzbərlə, amma hekayəni deyirlər məzmununu danış. Şeiri əzbərləmək asandır, hekayəni əzbərləmək çətindir. Şeiri niyə asandır? Çünki nəzm var orada, nizam-intizam var, bəhir var və yaxud heca, sayı, düzgün sayılar var və qafiyələr var, o daha rahatdır. Daha rahat dildə nazil eləyir Allah Teala, amma bu şərtlə ki, mövzular dərindir. Rahat dillə dərin mövzular. Nizami Gəncəvi niyə görə dahidir? Sirlər xəzinəsi ki, yoxdur, sirlər xəzinəsi. Çox dərin, ibrətamiz yazıları var. Amma bəhrinə bax, bəhri səri bəhridir. Səri bəhri sürət sözündəndir, tez-tez. Səri bəhri biz nədir? Adətən səri bəhrində uşaq şeirləri yazıblar. Çıxdı günəş doldu cahan nur ilə. Abdullah Şaiqin xətti deyək. Bir ayı bir şiir. Yox, Sabirdə də var çox. Adətən uşaq şeirləri o bəhirdə də, səri bəhrində. Hətta meyxanalar da o bəhirdədir. Laycanlancandır bizim məhəllədə. Bu formada, səri bəhri. Çünki o bəhri yüngüldür, sürətli bəhirdir və sözü rahat deyirsən, amma çox dərin demək çətindir o bəhirdə. Amma Nizami Gəncəvi Sirlər Xəzinəsini səri bəhrində yazır. Nə var, nə var? Əvvəlində Bismillahirrahmanirrahim. O səri bəhrində olduğuna görə, bir dənə o Bismillaha görə bütün əsəri həmin o yüngül bəhirdə, amma ağır sözlərlə, siqlətli sözlərlə yazır. Ayə də belədir də, deyir ki, biz sənə qol-i səqil vermişik, bir yerdə yəssərnə asanlaşdırmışıq. Əslində belə zahirən deyir, görünür ki, belə ziddiyyət var, necə asandır, siqlətdir. Axund demişkən də, o mövzu, mühtəva səqildir. Bariz nümunələrini əleyhissalam deyir də, qallə və dəllə. Xeyrul kəlam qallə və dəllə. Biz nə deyirik, qısa və konkret. Əslində, Quran-ı Kərimin bütün quruluşu elə, mənə gəlir ki, həmən bəhrə uyğundur da. O səri bəhrinə. Quranı bütün yox, nə səri bəhrinə deməzdim. Quranda qəribə daxili qafiyələr var. Bəli. Səcc deyərlər ona, daxili qafiyələr. Mən bilən bu vaxtda desən danışmışdıq, misal da getirdik Füzulidən. Deyildim mən sənə mail, sən etdin əqlimi zail, mənə təni eləyən qafil, səni görəcək utanmazmı? Qafiyə utanmazmıdır, amma içərdəki qafiyələri gördün. Bəli, bəli. Gülü ruxsarı və qarşu, gözümdən qanlı axar su, Həbibim fəsli güldür bu, axar sular bulanmazmı? Onu demək istəyirdim ki, yəni Quran-ı Kərim əslində çox rahat dildədir, amma çox dərin mənalıdır da. Onu oxuyanda elə bilirsən ki, çox belə bizim elə klassiklərimizdə onunla bəhrələndiyinə görə o əruzda
klassiklərimiz ki, irfani qəzəllər yazıblar. Həmən məsələdir ki, oradan bəhrləndiyinə görə o ləfz-i qalil mənayı kəsiri deyə biliblər. Az kəlimə ilə böyük mənanı əhatə eləmək. O tina cavamiyəl kəlim. Belə bir hədisdə kəlmələr, cami kəlmə doludur da, qısadır, amma dolu mənalarda. Quranın ilə möcüzəvi o cəhətlərindən biri də onun fəsahat və bəlağətidir. Bu sizin mövzunuza yaxındır. Amma Quranın fəsahat və bəlağəti elə ondadır ki, çox rahat şəkildə başa düşülür. Amma o qədər dərindir ki, tükənməzdir də. Yəni özü də bir zamana aid deyil, bir məkana aid deyil. Nə qədər zaman var və nə qədər zaman olacaq, həmişə Quran-ı Kərim özü ki, qadağan qoyur ki, və ma alləmnahu şe'rə. Biz ona şey öyrətməmişik. Və ma yənbəği ilə. Biz ona yaraşan şey də deyir. Ona görə deyir ki, bu Allahın o elminə bağlı olduğu üçün. Bunu Füzulidən soruşurlar. Deyir ki, şeiri bir zinətdir, lakin biz kimi naqislərə. Şeiri bir zinətdir, lakin biz kimi naqislərə. Ol ki, kamildir, Peyğəmbər kamildir. Onun möhtacı qılmıb zivərə. Onu bəzək möhtac eləmir. Yəni ki, şeir bizim naqislər kimi, bizim adamlar üçün da ki, bu şairdir, bunun yaxşı sözləri var. Amma şeiriyyatda o mübaliğə ki var, o şişirtmə ki var, Quranda yoxdur. Quranda həqiqətdir. Bir dənə padişah deyir, bir dənə şairə kimi, mənim üçün bir dənə şeirdir. Deyir, sən günəşsən, filansan, falan. Deyir, nə var onu deyirəm. Sən aysan, falan. Deyir, sənə dedim, nə var onu deyir. Onda bir dənə mən sənə 2 misra deyim də, deyirəm, deyir, meyve-i bi-şükufə əncir əst. Gül açmayan meyvə əncirdir. Ahəni həlqə zəncir əst. Halqa dəmirdir ki, zəncirdir. Deyirən, nə olsun? Deyir, hər şey elə belə desəm, quru-quru, deyəcəksən, nə olsun? Gələk, mən bunu şişirdim, mən biraz bunu bəziyim, filan eləyim və ona görə də Quran ayəsi bəhərdə də olsa, qafiyədə də olsa və ma əlləmnahu şeirə. O şeir deyil, ona şeir demək olmaz. Hələ o Allah kəlamıdır. Heç bir şirtmə yoxdur, əfsanə yoxdur, əsatir yoxdur. Çox maraqlıdır, amma bu qədər şöhrət tapıb dünya üzrə, yəni böyük filosoflar, mütəfəkkirlər acizliyini göstərir həqiqətən də. Hətta şairlər, ədiblər Quran-ı Kərimi oxuyub öz acizliklərini, heyranlıqlarını etiraf edirlər. Çox maraqlı deyilmi həqiqətən də? Bəli, Allah kəlamı olduğu, elə də bütün canınla duyursan ki, elə bu Allah kəlamı. Bəli, xüsus o zamanda ki, sözə qiymət verilən zaman, Kəbə evi bütxanə olan zaman, Kəbə evinin divarlarını statuslar bəziyirdi, yaxşı beytlər. Özdə elə beytlər zamanın böyük şairlər, böyük şairlər o beytlərin qabağında aciz qaldı. Biri-birindən gözəl beyt. O vaxtın sosial şəbəkəsi idi də. Müsabiqə deyə. Hər kəsin bir dənə yaxşı statusu ora qoyulurdu. Bir müddət qalırdı. Sonra ondan daha yaxşısı çıxanda onu çıxartırdılar. İndi Quran-ı Kərimin gücünə bax ki, gəldi, hamısını aradan apardı. Özləri gəlib çıxarırlar öz şeirlərini. Çox maraqlı məqam budur ki, şairlər gəlib öz şeirlərini çəkib atırdılar yerə. Füzuli Peyğəmbərimizin doğulması üçün deyir, çıxdı bir gün ki şüasında tamamiy rusul, bütün rəsullar oldu məhv öylə ki xurşid şüayində suha. Necə ki günəş çıxanda digər səma cisimləri görüntüsünü, parlaqlığını itirirlər. İndi Quran ayəsi gəldi, bütün sözlər elə bil diz çöktü onun qabağında. Bunu ona görə Quran öyrənmək şərtdir ki, bunun orijinalını gərək biləsən bunun deyilişini, düzgün deyilişini, düzgün formada deyilişini. Bəzən mənim rastıma çıxıb ələ salırlar. Azərbaycanca tərcümə eləyirlər, amma ərəb qiraəti ilə ələ salmaq üçün güya avazla tərcümədə belə çıxır. Elə deyil. Bax, bizim Azərbaycan dilində qəzəl oxuyanlar var, qiraətçilərimiz var, qəzəl oxuyurlar.
belə intonasiya ilə. Onu başqa millətə qoysun, o gülər o intonasiyaya. Elə deyil? Çünki sən öz sözünü öz dilində, öz milləti və öz intonasiyonunda başa salırsan. Qəzəli deməyə, bir dənə qəzəl verərsən naşı adamın əlinə, elə bir dənə vəziyyətə qoyar ki, bir nəfər kərpic kəsən kişi olur, kərpic kəsə bir dənə qəzəl zümzüm eləyir. Biri də gəlir, bütün kərpiclərini vurur, onu bir-bir sındırır. Deyir, nə edirsən, mən bu əziyyət çəkmişəm, nə sındırırsan? Deyir, o qəzəli mən yazmışam, sən onu sındıra-sındıra oxuyursan. Yəni, şeiri deməyin də qaydası var. Və Qur'an-ı Kərim, ərəblər necə deyirsə şeiri, sözü, şeir deyəndə ki, sözü. Bu, onlara aiddir də, ancaq ərəb dilində o formada deyilər bu. Bu cür nə qəbul olunub? Sən indi Azərbaycan dilində tərcüməsini başlayırsan ərəb havacatı ilə oxumağa, o əlbəttə gülünc olacaq. Mən Hacıya sualım var idi, nəsə demək istəyirsiniz? Buyurun. Onu istəyirəm deyim ki, Quranla bir neçə cür mübarizə aparılır. Biri də bu cürlə məsxərə eləyib, ələ salmaqla istəyən Quran-ı Kərimi gözdən salsınlar. Əlbəttə mümkün deyil. Və bir də Quranı başqa kitablarla fərqi yoxdur bu cürlə. Bax, görürsünüz də dönəmimizdə bunun nə müqəddəsliyi var. Bu da adi bir sözdür də, yəni bu da adi bir kitabdır. Bu yadıma İmam Rıza düşür. İmam Rıza əleyhissalamın vaxtında məmun alimləri gətirirdi. İmam Rıza ilə bir süfrəyə eləşdirirdi. Elmi bir diskusiya qururdu. Ya elmin sevən kimi özünü göstərirdi. Hə, elmə marağı olub məmunun. Tarixdə baxsınız məlumatlı adam olub. Amma bir dənə də niyyəti, məkirli niyyəti buymuş ki, bunu ilə onların fərqi yoxdur da. Bu da alimdir. Böyütmüsünüz. Hətta rüsva eləmək istəyirdi. Alimlərin qarşısında aciz qalacaq. Alınmayacaq da. İmamı alim kimi görən, hələ belə də fikirləşməlidir də. Bir dənə qəşəng bir hədis var bu haqda. Gəlir İmam Sadıq əleyhissalamın yanına bir nəfər gəlir. Var axı hələ adamlar ki, imam ancaq alim kimi bilir. Deyir ki, Allah sənə otuğa rəhmət eləsin. Deyir, Allah ilə nəvə rəhmət olsun, nə məsələdir, nə üçün deyirsən? Sənin atan çox savadlı kişi idi. İmam üçün savadlı demək, Peyğəmbəri şair demək kimi bir şeydir də. Sənin atan çox savadlı kişi idi. Deyir, imam da tanıyır da bunun məqamını ki, nə boyda adamdır. Deyir ki, sən mənim atamın savadını hardan bilirsən? Deyir, Peyğəmbəri görməyə. Peyğəmbərdən nə qədər hədis deyirdi. Buna bax, bunun düşüncəsinə bax. İmam Sadıq əleyhissalam o zaman çevirir üzünü səhabələrinə, qeydirdir ki, Qalallahu Teala. Yəni ki, o Peyğəmbərdən deyir, mən Allahdan deyirəm birbaşa. Yəni, sənin düşüncən düzgündür. Düz o rakusdan baxmırsan sən imamətə, vilayətə. Sıravi bir insan kimi baxır da, yəni adi bir insan kimi. Belə deyir deyəsən, deyir, sevinir İmam Baqir dünyasını deyişəndə o xəlifə deyir, qalə Baqir, qalə Rasulullah deyən öldü. O da deyir, qalə Allah-u Teala. Bu Quranla da bağlıdır. Yəni, bu istədim, deyim ki, yəni, yeri düşdüm, ona görə bunun fikrimi bildirmək istədim. Yəni, fikir verirsiniz, Quran-ı Kərimi o cür nə təqdim edir. Bu nə adi bir sözlərdir, yığışıb bir yerə kitabdır. Yəni, bu cürlə niyə təqdim edirsiniz? Amma bu sözlər hardan süzülüb, hardan gəlib? Allah Quranda bir yerdə buyurur, zalikəl kitab, bir yerdə buyurur, həzəl kitab. Havza budur, zalikə odur, oradan gəlib, ərşdən gəlib. Yəni, bu cürlə mənalı, o cürlə, möcüzənin bir tərəfi də budur ki, o cürlə mənanı bu hərflərlə çatdırmaq, hətta məsumlar da özü Quran olduğuna görə yerdəki adları başqadır, göydəki adları başqadır. Bəli. Yerdə Muhammeddir, göydə Əhməd. Summiya Əhməd. Bəli. Hacı, o cəhdlər də var. Yəni, həm Quranı adiləşdirmə cəhdləri, həm məsumları. Başda əziz Peyğəmbərimizi adi bir insan kimi. Yox, göyə tərifləyirlər. Göyə tərifləyirlər. O kişi kimi ki, çox savadlı adam. Məsələn, Sovetin vaxtında belə söz deyirdilər. Məhəmməd sallallahu aleyhi və səlləm
dahi bir kişi olub da, çox bilmiş olub, bax belə təqdim edirlər. Bəli, o sözlər yazıb, ərəblərin içində ağıllı bir kişi olub, bu cür yanaşırlar. Özü elə belə adı ilə ha. Bəli. Biri vaydır ruhanilərdən. Biri deist idi, adını çəkdi Peyğəmbər. Birbaşa elə adı ilə. Bu ruhani qulaq asır buna, nə desin bu adam? Onun üçün müqəddəs heç nə yoxdur. Nə desin buna? Deyir, 1400 il səndən böyüdür, sonra əmidən, dayıdan, diginən dalıysan. Həzrət deyə bilmirsən, sonra əmidən, dayıdan, diginən. Yəni, buyurun Hacı da. Hacı buyursun. Müqəddəslik məsələsinə toxundunuz. Bəli, mövzu dəyişdi, amma demək olar ki, elə sualımıza cavabdır. Yox, bu da elə Quranla bağlıdır. Bizə elə bir dənə mövzu lazımdır da, böyüdük. Bəli. Çünki indi çox eşidirik də, bəzən Qurani-Kərimin o müqəddəsliyini hədəf alıblar ki, bu da adi bir kitabdır, nə bilim, vərəqi həmən vərəqdir, çapı həmən çapxanada çıxır, nə bilim, cildi filandır. Yəni, bu sadə bir şeyləri başa düşmürlər. Amma istəyirik ki, Qurani-Kərimin elə özü ilə yanaşaq bu mövzuya. Onlar ki, iddia edirlər, biz Quranla gedirik, Quranı yiyək filandıq, bəs məkanıq. Amma Qurani-Kərimdə bəzən elə müqəddəs kəlməsi ilə, sözü ilə bəzi yerlərə müqəddəs adı verilib də. Məsələn, müqəddəs torpaq, Müqəddəsi Tuva. Bəli, o Ruhul Qudus məsələn kəlməsi var, ya müqəddəs Tuva vadisi, Vadil Müqəddəsi Tuva. Orada o məkanın, o Tuva məkanı məsələn də Tur dağının məsələn bir ətəyidir. Onun digər dağlarla nə fərqi var ki, digər yerlərlə nə fərqi var ki, Allah Teala niyə məhz oraya müqəddəs deyir? Qurani-Kərim buyurur ki, oradakı Həzrəti Musa Peyğəmbər gəldi Allahın hüzuruna, Allah onu çağırdı oraya və orada Allah Teala ona bir kəlmə söz deyir. İnni ən Allah. Mənəm Allah. Sonra fəxlə'an aleyk. Başmaqlarını çıxart. İnnəkə Bilvadil müqəddəsi Tuva. Sən müqəddəs Tuva vadisindəsən. Başmaqlarını çıxart, yəni hörmət qoy da, burada başmaqla kəlmə olmur. Nəyə görə? Çünki Allah artıq bir kəlmə ki dedi, inni ən Allah, ora oldu müqəddəs. Yəni bir kəlmə ilə o yer oldu müqəddəs, sonra dedi ki, başmaqlarını çıxart. Baxın ki, vəhyin nazil olduğu yer bir kəlmə ilə olur müqəddəs. İnnəliyini çıxartdı ol bəlacu ki, aşiqə payibəndidir bu. İndi Qurani-Kərimin nazil olduğu zaman da Quranda əzəmətlə yad edilir. Deyir ki, o gecə, Qədr gecəsi 1000 aydan daha xeyirlidir. Onun nazil olduğu yer də müqəddəsdir Qurana görə. Nazil olduğu məkan da, zaman da müqəddəsdir. Çünki deyir, artıq digər zamanlarla müqayisə olması deyil də. O bütün 1000 aydan üstün. 1000 ay yəni orada təbii ki bir misal ünvanında qeyd olunub da. Yəni müqayisəsizdir. Və nazil olunan şəxs. İndi nazil olan şəxsi məsələn getirsə, indi gör o nə qədərdir, o nə boydadır. Nur misalı da, nur misalı çıxdı, işığını hər yerə salır. İndi sən günəşdən gizlənəcəksən, sən özün bilərsən. Özün bilərsən. Amma günəş heç fikirləşib ki, bu varlının damıdır, evidir, bunun üstünə biraz çox dayanım, o biri kasıbdığından tez ötüşüm keçim. Hər yerə eyni salmır nurunu. Deyir ki, Füzuli Allah rəhmət eləsin. Deyir, bəqa mülkün dilərsən, əbədi həyat istəyirsənsə, bəqa mülkün dilərsən, fani et varu və dünya tək. Tüm var və dünya kimi fani eləsən də. Bəqa mülkün dilərsən, fani et varu və dünya tək. Misala bax, ətək çək gördüyündən, afitabi aləmara tək. Aləmləri gəzir, amma hara deyirsə ətəyin çək orada qalmır. İlişib qalmır. İstifadə eləməyibdir. Nur hər yerədir. Nur hər yerə yayılır. Sadəcə olaraq bu müqəddəsliyi adam var qəbul edir. İşıqdan gizlənən yarası olar da. Adam var ki... Ayə yadına düşdü, Hacı. Buyur.
Yanzuruna ileyk velakin la tubsirun. Peyğəmbər sən baxırlar amma görmürlər. Nə gözəl ayədir. Yəni Nə gözəl bu cavab. gözü var, o birisi gözü yoxdur. Buna bir dənə misal çəkək. Sənə sözün qüvvəti. Biri səninlə gedir maşınla, birdən həll olur ki, sürə bilmir, deyir, gəl sən sür maşını. Oturursan, maşını sürürsən. Bir A nöqtəsindən B nöqtəsinə gedib çıxırsan, düşəndən sonra sənə deyir ki, podpresdə çatdaq var idi, gördün onu. Sən yox, görməmişəm. Baxmısan gör, məqsəd nə idi? Sürmək idi. Müəyyən yerə çatmaq. Amma indi bu maşını almaq istəyirsən, bütün cızıqlarına baxırsan. Saatı almaq istəyirsən, hər yerinə baxırsan. Soruşsalar 2 saat neçə idi, bilməyəcəksən. Təzdən Və yaxud baxacaq. sənə saata vaxt lazımdır öyrənmək. Saata baxırsan, vaxtı bilirsən, saatın hansı firma olduğunu soruşsalar bilməyəcəksən. Bəli. O baxmaq və görmək məsələsi var ha. Sənə baxırlar amma səni görmürlər. O həqiqət tərəfi görmürlər də. İbrahim əleyhissalam üçün deyir, mələkutu açdıq onun üçün hər şeyin həqiqətini görür. Estağfurullah. O Hazretin sözünün qüvvəti o deyir ki, o da bəşərdir da, o da bizdəndir falan. Quran da deyir ki, ənə bəşərun mislukum. Bəli. Velakin. Quran deyir, ənə bəşərun mislukum. Amma yuha iləyyə. Ardıca orasını deyir. Bəli, mən bəşərəm, mənə vəhy olunur. Mənə vəhy. Məsələn, Quran da belədir. Bəli, adi kitabdır, hadis sözdür. Quran özü də iddia edir ki, bu həmən istifadə etdiyiniz o müqəddəs hərfləri də mənim istifadə etdiyim o hərflər, o kəlmələr ərəblərin istifadə etdiyi hərflərdir. Amma onun kimi bir kitab gətirin. Gətirə bilmirik. Ən ağır elə vəhiydir də. Gərək ürəyin nə qədər möhkəm, geniş olsun ki, Bəli. Samolyot gəlib Əhmədliyə pasatka eləmir ki, gəlib binəyə orada şərait var onun üçün da. Harada şərait var, oraya gəlib pasatka eləyir. Elə deyil. İndi insanın qəlbi nə boyda olmalıdır ki, Allah ora vəhiy eləsin. Düzdür. Ona görə ələm nəşrah ləkə sadaq. Bəli. Və vədə'nə. Axırda var da. Həqiqətən elədir də. Bir də ki, Hacı, Quran elə bir kitabdır ki, təkcə belə deyək də, əqlivi işə salasan kifayət eləsindir. Hələ ayə tədəbbürlə bağlıdır, amma əfəla yətədəbbərunəl Quran, əm əla qulubin əqfaluha. Niyə tədəbbür eləmirsiniz? Ola bilsin, qəlbiniz qıfıllanıb. Qəlbiniz deyir, əqliniz yox. Yəni, bəzi vaxt insan qəlbi qıfıllanıb, qıfıllanmış qəlbə nə fəzilət daxil olar, nə rəzilət çıxar. Başa. İçində elə çürüyər, o cür nə də elə üfunət iyi verər. Çünki da sandığın ağzını bağlamısan, qutardı getdi. Qaran ki, در لطافت او اختلاف نیست، در باغ لاله رویده، در şurizar xəs. Bu eyni sudur da. Səhraya düşür, tikan çıxartır, bağ-bağçaya düşür, gül çıxartır. Quranın ayəsi də belədir. Düşər mümbit qəlbə, yaşıllıq cənnət yetişdirər. وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ. Düşər daş qəlbə, elə necə düşər, hələ də qalar. Düşər pis qəlbə. Oradan da hələ tikan çıxar. وَلَا يَزِيدُ الظَّالِمِينَ إِلَّا خَسَارًا. Həmin ayənin bu beytlər, hətta bu da maraqlı bir bəhsdir. Bir gün məsləhət görsəniz, buna da toxunaraq həftələrin birində, bu ədiblər nə deyiblərsə, Hafiz olsun, Cəlaləddin Rumi olsun, Nizami olsun, Füzuli olsun, hansına barmaq uzatsan, baxırsan ki, əsərləri Quran ayəsidir, beytlər Quran ayəsidir. İnşallah mən istərdim buna toxunaq açansa, möhtəşəm olardı. Yəni, bəziləri ki, ədiblərdən yapışıblar, onları tərifləyirlər. Məsələn, mən çox görmüşəm də, siz də çox görmüşsünüz, daha çox görmüşsünüz. Məsələn, durub Füzulini o qədər tərifləyir, amma Füzulinin təzim etdiyi, belə deyək də, Füzulinin məhəbbət göstərdiyi, bəli, o şəxslər unudulur. Çox möhtəşəm sözü. Bəli, bu baxımdan deyirəm, bəziləri bunu unudurlar da. Yəni, bu məsumlara, bunlar özlərini həsr ediblər məsumlara. Mən deyərdim ki, onlar elə bilirsiniz necədir? Bir şair deyəndə ki, dostumuzdur İlqafə, həmin belə bir sözü var, deyir Allah Teala gecəni ona görə yaratdı ki,
balaca lampalar da nəyəsə lazım olduqlarını başa düşsünlər. Əslində qaranlıq olanda ki, o xırda işıq olur ha, kömək eləyir ha. Ümumiyyətlə o biz dediyimiz o ədiblər var ha. Onlar bir vasitədir ki, biz gedib o hikmətin dəryasına çıxa bilək. O bir vasitədir. Gözəl. Onlar bizim başa düşdüyümüz dildə poetik ifadə ilə elə deyirlər ki, balaca sənə bir işıq göstərirlər ki, bunun mənbəsi var. Ya da orada görünələr var. Bir dənə bir maraqlı yadıma bir fikir düşdü. Bir alim dedi ki, gecələr ona görə var ki, ulduzların işığını görəsən. Allah. Gecələr deyirlər olsun ki, o işıqları görəsən. Gözəl. Allah bizi Qurandan ayrılmasın, nə deyim? Amin. Buyurun. Hacı, bir dənə də son bir neçə dəqiqə buna da toxunardınız. Bəziləri tərtillə oxuyur. Məsələn, Quran-ı Kərimi tərtillə oxuyur, surətli şəkildə, səri vəznində deyək də, Axundun dediyi kimi. Amma orada hər hansı bir mənasına, məalına, tərcüməsinə nəzər etmir, diqqət etmir, təfsirinə ki, ümumiyyətlə də yaxın durmur. Bunun nə qədər faydası olacaq, olmayacaq, savab cəhəti falan, buna bir aydınlıq gətirək, proqramımızı bağlayaq. Buyurun. Vallahi, yəni indi adam var, ancaq üzdən oxuyur, onun savabı bir başqadır. Düşünərək oxuyur, onun savabı bir başqa. İndi biz duraq deyək ki, ya, tərcüməsini bilmirsənsə, düşünə bilmirsənsə, oxuma, o lap pis olar. Bu heç olmasa oxusun, yavaş-yavaş o beyninə otursun, dilinə yatsın, əzbərində qalsın, sabah bir şeyi eşidəndə, hə, bu o demək idi. Biz Füzuli, balaca uşaq idik, Füzuli elm məcnunu əzbərləyəndə mənasını da bilmirdik, ritmi xoşumuza gəlirdi, əzbərləyirdik. Ondan sonra başa düşdük ki, məsəl üçün, ilk dəfə yadıma gəlir, belə bir hədis çıxdı qabağıma, ərəbsi yadımda deyir, deyir, bir kəs ki, zənnlə və gümanla elm öyrədib, elm öyrənə, o yerini cəhənnəmdə bilsin, belə bir və bunu eşidən kimi zənn-i güman ki, sözü düşdü. Nəsiminin o kimsə gümanı zənn ilə olmadı haqq ilə biliş. Kimsə gümanı zənn ilə olmadı haqq ilə biliş. Haqqı bilən bilir ki, mən zənn-i gümana sığmasam. Yəni ki, o dəqiqə adamın məsələsinin fikrinə gəlir ki, hə, bu səndimə ona işarə eləyirmiş bu cürlə. Quran da həmçinin hələ bunun zahirinin özünün bir ləzzəti var, özünün bir zövqü var. Daxilinin də mən bunu deyə bilərəm. Görürsünüz ki, Quran oxunur, biri gözəl avazla, bir məclisdəmi, ya tədbirdəmi, hardasa, yazırlar orası. Bu sosial şəbəkədə ümumiyyətlə müxtəlif insanlarla rastlaşır, müxtəlif yanaşmalarla da təbii ki. Yazır ki, bunun nə varı belə səslə oxuyursunuz, nə mənası var, əməl etmək lazımdır. İndi burada insanları biraz çətinə sanki salmış olurlar da. Yəni, həm tərcüməsinə bax, həm təfsirinə bax. Bu şeytanın hiləsidir. Mən sizə deyim, şeytan bir işin heç vaxt əksini təqdim eləmir sənə. Buranı qoy yerə, məsəl üçün, get şərab içkinə, onu demir. Şeytan həmişə çalışır bir dənə bir alternativ, bir variant tapsın, ona oxşar. Amma hədəfdən yayındırsın. İmam Hüseyin Əleyhisselamı tənha qoyanlar yiyib içməyə getmədilər, ziyarətə getdilər. Həcci ziyarətə getdilər. Məsələ budur. Dəyəri dəyərlə üzbəüz qoymaq həmişənin problemidir. O ki, qaldarla Axund demişkən, Quran-ı Kərimin gözümüzün görməsi də ibadətdir. Belə deyək, hətta Baxsoz ariflərin bir sözü var, dedi, xətnə belə əlvi vurursan, o da əlün də deyir, əlün də ibadət edir. Hədisdə var, ayaq üstə oxusan, ayaqlan da ibadət edir. Hər halda bu Quranla bütün vücudunla ünsiyyət qur da. Yəni, biz demirik ki, ərəbcə oxuyub təfsir oxuma, bu kim deyir? Bu söhbətlər mən bilə, o qədər işidir, adam yorulur hərdən. Hissə olmalıdır da. Əvvəl sən düzgün oxunmalısan. Bir oxu da sənmiş. Oxu düzgün, mənimsə ginən, ondan sonra gedginən tərcüməsinə, təfsirinə, təhlilinə, məlum məsələdir. Birdən biri olmur ki. Hacı Samir, sözünüz var idi, deyin, verişimizi yekunlaşdıraq. Elə mən də alimin bir sözünü deyirəm, deyir ki, hədis də var da ki, Quranın xəttinə baxmaq ibadətdir.
valideynin üzünə şəfqətlə baxmaq ibadətdir, Quranın xəttinə baxmaq ibadətdir, Kəbəyə baxmaq ibadətdir. Bir alimdən də eşitdim, deyir ki, Qurana baxmaq elə İmam Zamana baxmaqdır. Çünki o Quranın bənzəri dədilidir. Bunu Behçət Ağadan mən eşitmişəm, o buyurur ki, yəni biz Qurana baxdıqda sanki İmam Zamanın üzünə baxırıq. Muhammed Baqir əleyhissalamdan hədisi eşitmişəm, deyir, biri mən əzbər bilirəm Quranı. Oxuyum, yox, əzbər oxuyum, üzündən oxuyum, deyir, üzündən oxuyum. Çünki 2 qat savab var ki, Qurana baxmaq da ibadətdir. Onun dalıcan deyir ki, valideynin üzünə baxmaq ibadətdir, Kəbə evinə baxmaq ibadətdir, filan. Bəli. Buradan da o çıxır ki, bu Quran qədasətini gələ əvvəldən qəbul eləsinlər. Adi kitab kimi eləyəndə deyir ki, mən başa düşmədiyim dillə niyə bu romanı oxuyuram ki, misal üçün. Onlar elə baxır axı. Bəli. Bunu görmürük bu müqəddəs tərəfi ki, bu ruh kontakt Allahla ünsiyyətdir. Mənasındadır da, təbii ki, onun kağızı, onun çernili, onun neysə, bu məlum, məsələn, bunlar maddiyatdır, bu başqa bir şeydir. Onun müqəddəsliyi onun mənasındadır. Söz. Özü mənadır, yazı demək deyil. Müqəddəs olan o sözdür. Sadəcə olaraq o sözü ya yazı ilə bildirirsən, ya da səslə. Onda duraq deyək, səs də müqəddəsdir. Yazı tabii ki, çernildir, kağızdır, filandır. Səs də Allah Taala dil, dodaq, səs telləri, hava seli axır. O içində olan mənanı səslə ifadə edirsən də. Səs budur da. Amma müqəddəs olan sözdür. Sözsə maddə deyil axı. Biz Qurana ona görə ehtiram edirik ki, onun yazısında müqəddəs məna var. Gözəl. Və təbii ki, sual vermirəm. Ola bilər ki, bu da bir anons olsun, ola bilər bu da bir mövzu təklifi olsun. Məsələn, bəzilərinin indi bu Quranın qədasətində, müqəddəsliyində problemləri var, bəziləri də Peyğəmbərin müqəddəsliyində və buradan biriləri də çıxır meydana ki, yəni ərəb olduğu üçün mən qəbul etmirəm. Bu problem də var. Yəni ərəbin mən kitabını niyə oxumalıyam? Gedib elə Yunanın Sokratını oxuyaram. Yəni bu cürdə indi bu irad da var da biz tərəfdən də. Bu deyən öz Yunandır. Bəli, Yunandan olanın, yəni hansısa bir filosofun kitablarını oxumaq olar. Yəni bunu oxumaq olmaz. Bu da bir mövzudur. İnşallah qismət olsa bunu da müzakirəyə çıxararıq. Doğru yanaşma olar. Həqiqətən də insanları rahat şəkildə yoldan çıxara bilirlər. Bəzəkli sözlərlə insanların zehnini körləyə bilirlər, çaşdıra bilirlər. Bu proqramın faydaları çox olacaq düşünürəm. Doğru yanaşma, sağlam yanaşma inşallah. Əslində o sualların özləri də biz üçün neymətdir ki, geri elə cavab verəsən ki, qarşı tərəf qane olsun da, itminan olsun ki, təbii ki, qıraqdan qulaq asan deyər ki, düz sual verir də, cavab ver də. Cavab ver, bəli. Adama deyərlər, cavab ver də. Bəli. Minnətdaram sizə, əziz ustadlar, alimlər, ruhanilər. Allah sizi qorusun. Allah sizi də qorusun, dəyərli izləyicilər. Vaxtınızı ayırdınız, izlədiniz. İnşallah növbəti həftə görüşənədək Allaha əmanət olun.